Salam. Bugün sənin üçün Engin Geçtanın İnsan Olmaq kitabının dərinliklərinə baş vururuq. Məqsədimiz gündəlik həyatdakı davranışların, hisslərin arxasındakı o bəzən görünməyən səbəbləri anlamağa kömək edəcək fikirləri tapmaqdır. Geçtan özü də deyir axı, özünü tanımaq yəni heç asan məsələ deyil. Tamamilə doğrudur. Hətta Geçtan vurğulayır ki, mütəxəssislərin belə, psixoloqların öz şəxsi, necə deyim, meylləri, məsələn, Freudin insan təbiətinə o bir qədər pessimist baxışı var idi. Bax, bunlar onların nəzəriyyələrinə təsir edir. Bu kitabda qeyri-adi hallar yox, daha çox bizim o normal saydığımız, amma əslində çox qatlı olan davranışlara fokuslanır. Gündəlik qərarlarımız, reaksiyalarımız. Kökündə nə yatır? Gəl baxaq. Çox maraqlıdır. Başlayaq elə cəmiyyətlə münasibətimizdən. Gestan deyir ki, insan təbiətdən qorunmaq üçün cəmiyyəti yaradıb, amma sonra qəribə bir vəziyyət alınıb. Təbiətdən uzaqlaşmışıq, indi də cəmiyyətdən, yəni başqa insanlardan asılı olmuşuq. Elə bil ki, bir qorxudan qaçıb başqasına tutulmuşuq. Məsələn, tənhalıq qorxusu kimi. Bəli, bu çox mühüm bir dilemmadır əslində. Bax, müasir cəmiyyət bizə özümüzü kəşf etmək üçün daha çox imkan verir, düzdür? Amma o sürətli dəyişikliklər, texnologiyanın həyatımıza bu qədər girməsi, bütün bunlar yeni gərginliklər yaradır. Hətta kimlik böhranları deyirik biz buna. Texnologiya həm də təbiətlə aramızı daha da açır. Yəni, ətraf mühitin çirklənməsi, resursların tükənməsi, bunlar da göstəricidir. Elə bil təbiətdən əlimizi tamam üzmüşük, bütün ümidləri də bağlamışıq kosmosa, başqa planetlərə. Hə, bu xarici təzyiqlər bir tərəfdən, amma bir də içimizdəki mübarizələr var. Uşaqlıq təcrübələri. Məncə bura çox önəmlidir, elə deyilmi? Xüsusən valideynlərlə o ilk münasibətlər, bağlanma deyirik ona. Kitabdakı o meymun təcrübələri yadıma düşdü. Çox aydın göstərir də bunu. Balaca meymunlar yemək verən ana yox, sadəcə toxuna bildiyi yumuşaq ananı seçir. Təmas, istilik, fundamental bir şeydir. Elədir, tamamilə elədir. Və ənənəvi ailə modeli var ha. Oradakı rollar, Gestalt birləşmiş qablar prinsipi ilə çox maraqlı bir yerə toxunur. Bilirsən, fizikadakı kimi, bir qabda səviyyə düşürsə, o birində qalxır. Ailədə də bəzən belə olur. Məsələn, deyir ki, cəmiyyətdə özünü ifadə edə bilməyən, sıxışdırılmış hiss edən qadın, evdə bütün gücünü uşaqları üzərində göstərən dominant bir anaya çevrilə bilir. Bu dinamikada sonra, yəni bütün həyatımıza təsir edir. Deməli, o uşaqlıq təcrübələri böyüyəndəki qorxularımızın, narahatlıqlarımızın təməlini qoyur da. O rədd edilmə qorxusu, sonra dəyərsizlik hissi. Gestalt deyir ki, biz hətta çox vaxt fərqində olmadan bu mənfi şeyləri, inancları təsdiqləyəcək sübutlar axtarırıq. Bəs o alınqanlıq nədir? Yəni, hər şeyi özümüzə götürmək. Hə, tam olaraq. Gestalt bunu proyeksiya ilə izah edir. Yəni, özümüzdə qəbul etmədiyimiz, bəlkə heç fərqində olmadığımız aqressiyanı, düşmənçiliyi sanki güzgüdəki kimi başqalarında görürük və onlara reaksiya veririk. Narahatlıq da o qədər güclü ola bilir ki, yəni ondan qaçmaq üçün cürbəcür yollara əl atırıq. Reallıqdan qaçmaq, spirtli içki, narkotik, hətta məntiqsiz görünən qorxular, fobiyalar. Məsələn, lift qorxusu, qapalı yer qorxusu. Qəzəb, bu da çox qarışıq bir hissdir. Bastırılmış qəzəb özünü necə göstərir? Kitabda deyilir ki, çox vaxt heç aidiyyatı olmayan adamlara yönəlir bu qəzəb. Məsələn, işdəki problemi gətirib evdə ailə üzvlərinə tökmək kimi. Və bu elə bil ki, bir qısır döngü yaradır. Qəzəblənirsən, sonra gözləyirsən ki, insanlar səni rədd edəcək, elə davranırsan ki, həqiqətən də rədd ediləsən, bu da o birinci qəzəbi lap gücləndirir. Bəli. Və bəzən bu qəzəb heç çölə çıxmır, içə yönəlir. O da olur depressiya. Hətta yas tutanda belə itirdiyimiz insana qarşı şuuraltı bir qəzəbimizin ola biləcəyini deyir Gestalt maraqlıdır, hə? Bir də o birikdirmə, boşaltma, suçlanma dövründən danışır. Yəni qəzəbi yığırsan, sonra birdən partlayırsan. Axırda da ya özünü günahkar bilirsən, ya başqasını. Çox yorucu bir şeydir bu. Bəs bu dəyərsizlik hissi ilə necə bağlanır? Sanki adam özünü dəyərli hiss etməyəndə, ya başqalarını gözündə çox böyüdür, ya da tam əksi, onları kiçildərək özünü qoruyur. Bərabər səviyyədə münasibət qurmaq çətinləşir. O olduğum insanla olmalı olduğum ideal obraz var ha, onlar arasındakı məsafə böyüyür sanki. Düzdür. Və bu birbaşa münasibətlərə təsir edir. Tənhalıq məsələsi də var.
Onun da müxtəlif üzləri var axı. Fiziki təklik ayrı, insanların içində özünü yad hiss etmək ayrı. Hətta Gestalt ekzistansial tənhalıq deyir, insanın varoluşsal tənhalığı. Bundan qaçmaq üçün də bəzən mənasız görünən şeylər edirik. Həddən artıq yemək, dayanmadan nəsə almaq, alış-veriş. Digər tərəfdən də narsissizm var. Özünə həddən artıq vurğunluq. Bu da münasibətləri zəhərləyir. Narsis insan başqalarını elə bil öz uzantısı kimi görür. Onların ehtiyaclarını düşünmür, empatiyası sıfır olur. Sevgi aclığı olan insanlar da çox vaxt bu tip insanların tələsinə düşür. Çox çətin dinamikalarda həqiqətən. Yaxşı, bəs bütün bu qorxulardan, qəzəbdən, məsuliyyətdən qaçmaq meylindən necə çıxmaq olar? Gestaltın o kəndini yaşamaq dediyi nədir əslində? Bu sadəcə uğurlu olmaq deyil deyəsən. Yox, qətiyyən. Bu, xarici uğurlarla ölçülən bir şey deyil. Özünü yaşamaq, o içimizdəki qısır döngüləri, avtomatik reaksiyaları, onları fərq etməkdir. Və onlara baxmayaraq öz həqiqətinə, özünə sadiq qalaraq yaşamaq cəsarətidir. Bunun üçün də o təkrarlanan, özümüzə zərər verən davranışların, yəni nevrotik davranışların sadəcə niyə olduğunu yox, həm də necə işlədiyini anlamaq lazımdır. Zamanla barışmaq, yaşlanmağı qəbul etmək, həyatı tələsi yaşamaq əvəzinə anı duymaq, hətta səssizliyin dəyərini bilmək. Bax, bunlar hamısı özünü yaşamağın elementləridir. Və sonunda Gestalt çox fundamental bir nöqtəyə gəlir. Deyir ki, insanda anadan gəlmə iki əks qüvvə var. Biri sevgi, bağlılıq, əməkdaşlıqdır. O biri isə egoizm, özünü düşünmə, hətta dağıdıcılıq. Həyatımız boyunca yaşadıqlarımız isə bunlardan hansının daha güclü olacağını müəyyən edir. Tamamilə. Başqalarına nəsə vermək, istər maddi olsun, istər mənəvi dəstək, o müsbət birləşdirici tərəfi gücləndirir. Amma içimizdəki o qorxular çox vaxt buna əngəl olur. Cəmiyyətin özü də həm yaxşıdır, həm pisdir bu mənada. Həm nizam yaradır, həm də bəzən fərdin öz potensialını tam açmasına mane olur. Çox həssas bir tarazlıqdır bu, həqiqətən. Beləliklə, Engin Gestalt'ın İnsan olmaq kitabı bizə onu göstərir ki, özümüzü və başqalarını anlamaq üçün daxili dünyamızın fərqinə varmaq lazımdır. Qorxularımız, qəzəbimiz, tənhalığımız, münasibətlərimizdəki o görünməyən axınlar, bunları dərk etmək çox vacibdir. Bu, bəlkə də insanın özünü həqiqətən yaşaması üçün ilk və ən önəmli addımdır. Sənin üçün də son bir düşüncə, bugün danışdıqlarımızdan hansı gizli axınlar, məsələn, şuuraltı qorxular, bastırılmış arzular, daxili çəkişmələr, sənin gündəlik davranışlarına, hisslərinə daha çox təsir edir, heç düşünmüsən? Və hazırda özündə, münasibətlərində hansı anadan gəlmə meyli o birləşdirici, yaradıcı tərəfi, yoxsa daha çox egoist, dağıdıcı tərəfi bəslədiyini hiss edirsən? Ümid edirik ki, bugünkü söhbətimiz sizə yeni fikirlər verdi və bəlkə də kiçik bir adım atmağa ilhamlandırdı. Bizimlə olduğunuz üçün təşəkkür edirik. Zehin Podu izləməyi, sosial şəbəkələrdə bizi tapmağı, podkastımızı bəyənməyi və əlbəttə ki, dostlarınızla paylaşmağı unutmayın. Fikirlərinizi şərhlərdə gözləyirik. Növbəti dəfə görüşənədək. Sağ olun. Hələlik.